arkadaşlar. Bilirsiniz ma pusu ellediler. Ma Yusuf arkadaşım pusu elledi. Niye vamiren ustaları? Usta diyor ki bir ay yani bu işlemeyecek. Yani bir ay bu məndə qalmalıdır. Mən də onun 11'ini getdim götürdüm gizlincənə. Bunun darvazası var. Darvazadan tullandı. Zinciri eşek uyurdan bəzi vaxtlarda savıqlar qoydu götürdüm. Getdim xurdan, yəni xurdama buraxdım aşağı. Netrə boşaldım. Maşın aşağı düşdü. Ondan sonra xurdan gətirmişəm. İndi buna başını oynatmıram mən. Getdi. O mənim maşınıma mı eləyirdi? Bunun maşını aşmır. Ama ben bunun kilometre hiç yoktur yani. Bu kilometrelerde getmir. Yani bunun sürati 40'da 60'dır. Düzdeyim. İndi mən 80'le gideyim gözə. Onlar mənə şeye sokmuşlar radara. 40 manat pulum getdi. İndi mən də bunu radara soktum. 80 göstermişti oraya. İndi mən də 100'den keçdim. Radar onu tuttu. Niye bu açmıyor o? Bunun nere maşını var ki? Mənim Nivan hündür maşınlardandır. Ondan açmıyor. İndi mən bu maşını yönəlirəm. Çok şey eləyeməyəcəm. Desem yalan olur. Ben aşkıma belə hərəkət eləmişdim, mən də elədim. Yəni 40 manatım mənə getdi o radara görə. Yəni bunlara görə mən pulum getmədi. İndi o qumluq var ha, oradan 120'den 150'den keçəcəm. 150'den keçəcəm, bu intikam olsun. Amma yaxşı ki, maşının yol tutuşu var. Çünkü uşaqlar bu çox sürmür. Öz maşına təkəri yilməsinə yəni icazə vermirdən eşdirmir bu. Bunun bir dənədən olayıdısı var. Onunla hoqqatıyor. Onu götürsəm yəni bu bir şey eləməyəcəkdə nə xarabdır o da. Üzü nə böyrü zadı aşıb bu tikər qaldırırdı ondan. Bu ən sevdiğim. Radar. Onu önün yanına çektik. Radar bir de bizim önün yanına çektik. Radar tutuldu. Ben 07 mi olanda 07'mi öyle saklamışım. Təzə yer alacağım oraya. Ne ol 7'den rahat gidiyordu ondan. Bir de 11 gidiyor. Böyle balanca maşınlar rahat gidiyor. Niye vardı o eşitirirsen ha hündür maşın olsun aşır. O aşılan yer var o sefer sürer şekilde süreceğim. Pusuydum ha pusu. Ben indi xərstəyim. İndi mənə xəbəriniz yoxdur. Bir Niva 9.000 10.000'dir. Yani çok bahadan Niva. İndi usta məndən 2.000 istəyir. 2.000'im də mənim yoxdur. Yəni mənim 10.000 var indi əlimdə. 10.000'də pul yığıram ki 07 alayım. Bir dənə 07 alayım. Nə? Niva'dan elbə idarə edeyim. İndi mən 11'imlə bunu sürüməcəm. Gözdə yer gəldi. Gördüm o daşlardan minir.
Görək yol tutuşu var. İndi görünür də ne yol tutuşu var. Bunu bildik. Deyirəm, bax oldu. İstədiyim. Ben bunu azıcam. Ben bunu ezmemiş daha durmuşam. Ama videoda özdə mənim maşınımı şey deyirsən ha. Gözlə indi mən mənim maşını görünə görmüşəm. Mənim maşım olsa yoxdur mu? Onda da mən. Niyə elə gündədir ki? Qalağı o çiğ düşür. Üstü uçur. Onu ağırıbsız o. Getdim YouTube'a baxdım. Oya. Bak bir sürətdə gelir. Çəkir belə. Maşın fırlanıb 2 metr. Kask mask taxıb. Mən güya taxmadım indi. Mən taxmışam uşaqlar, yəni bu maşın dəyərsiz. İndi bu görək nə oldu bu maşınla. Hoppa, istəyim. Mən maşımı eləyirdim. Güzel. Hoppa, gözde. Güzel. Şimdi niye aşmasın? Bak bunun da şeyi var. Hoppa. Hoppa aşırdım. İşte YouTube'da bunu paylaşayım. Aman bir de pusu kurmasın. Arkadaşlar videomuz bu boydaydı. Sağ olun, selamat kalın. Kanalımıza beğenin, abone olun. Gördünüz. O bunu söylerdi. Bu da onu söylerdi. Rahip yani kanalımıza beğenin.